Nəsimi rayonunda soyğunçuluq, 2 nəfər saxlanılıb, araşdırmalar davam edir. Nəsimi rayon ərazisində baş vermiş talanma cinayəti polis əməkdaşlarının çevik əməliyyatı nəticəsində araşdırılıb. Hadisə zamanı 26 yaşlı zərər çəkənin içərisində 750 manat nağd pul və bank kartları olan pul kisəsi naməlum şəxslər tərəfindən ələ keçirilib. Məlumata görə soyğunçular zərər çəkənin diqqətini yayındıraraq və təcavüzkar üsullardan istifadə edərək pul kisəsini ələ keçiriblər. Hadisə barədə polisə məlumat daxil olan kimi Nəsimi rayon polis idarəsi 22-ci polis şöbəsinin əməkdaşları dərhal əməliyyat axtarış tədbirlərinə başlayıblar. Qısa müddət ərzində əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb. Saxlanılan şəxslər əvvəllərdə məhkum olunmuş 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanovdur. Polis əməkdaşları onların soyğunçuluq hadisəsini necə və hansı şəraitdə törətdiklərini araşdırır. Əlavə olaraq cinayətin digər iştirakçılarının olub-olmaması da yoxlanılır. Hadisə zamanı zərər çəkənin psixoloji vəziyyətinin də nəzərə alındığı bildirilib. Zərər çəkənin hüquqlarının qorunması və əmlakının geri qaytarılması üçün hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Rəsmi mənbələrdən bildirilib ki, araşdırmalar davam edir və polis cinayətin tam aydınlaşdırılması üçün əlavə dəlillər toplayır. Hadisənin detalları, şübhəlilərin motivləri və onların əvvəlki cinayət təcrübələri üzərində də araşdırmalar aparılır. Nəsimi rayon polis idarəsi vətəndaşları soyğunçuluq və digər cinayət halları ilə bağlı diqqətli olmağa, əmlaklarını qorumağa və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat verməyə çağırır.